Ansız da çirkinsin. Əsərim meh var. Oh. Ləzzət. Hə, valla. Yaxşı bir çəpşi ola 8 kilolu. Buğlaması elib yiyəsən burada. Bilən hə? Pəncərə açırsan mənzərəyə bax. Bizdə də pəncərə açırsan Sumqayıta manatdan. Əhmədliyə manatdan, Hövsana manatdan. Sonra deyir ki, inkişaf eləməmiş. İmkan verirlər ki, inkişaf eləyəsən. Amma Avropalılar ümumiyyətlə niyə heyvana üstünlük verirlər deyirəm sizə. Bunlarda ailə mədəniyyəti, yəni o bizim giz-giz düşündüyümüz kimi deyil. Məsələn, bu nə bibidir, xaladır, nənədir, bilməm, indi yaşlı. Onun heç bir övladı yoxdur yanında, yəni ya qızı, ya oğlu heç nə. Bir dənə ev alır, it, pişik, fərq eləmir. Saxlayır evdə, onunla o həyatını bitirir, sonlandırır. Yəni o heyvan bir dəqiqə ona övladdan da üstündür. Çünki bütün günü yanındadır, bütün həyatını ona bağlayıb. Bizdə nənələr nəvə, nə bilim, utanmasalar toyun da eləmək istəyirlər nəvənin ki. Yaşayım da, nə olub mən?